Ülfət müəllim, rəhbərlik elədiyiniz qurum haqqında belə demək olar, az qala əfsanələr dolaşır. Az qala bu qurumlar qurumu, palatalar palatasıdır. Söhbət var ki, Mərkəzi Bank da bu qurumdur, hətta Maliyyə Nazirliyinin müəyyən səlahiyyətləri də bu qurumdadır. Hətta elə şeylər var ki, məsələn, birmənalı şəkildə sizin qərarınızdan asılıdır. Biraz dəqiqləşdirək. Konkret olaraq bu qurum nə ilə məşğul olur qısaca? Maliyyə bazarlarına nəzarətlə. Yəni, banklar, bura banklardan başqa bank olmayan kredit təşkilatları da daxildir. Həmçinin sığorta bazarının iştirakçıları, sığorta şirkətləri, qiymətli kağızlar bazarının iştirakçıları, investisiya şirkətləri və ödəniş sistemlərinin bir hissəsi, yəni sistem əhəmiyyəti daşımayan ödəniş sistemləri, bu banklar və müştərilər arasında, misal üçün, ahali üçün anlaşılan tərzdə desək, kredit kartlarının ödəniş sistemlərinin, bunların fəaliyyətinin tənzimlənməsi və nəzarəti. Həmçinin lisenziyalaşdırma və fəaliyyətin dayandırılması da bizim təşkilatın funksiyalarına aiddir. Bu maliyyə bazalarının nəzarətdən danışırıqsa, biz mütləq bank sistemindən danışmalıyıq. Öz başıma gələn əhvalatlardan danışıram. Son zamanlar xüsusilə bu vəziyyətin şahidi oluram. Bankların nümayəndələrini biz efirə dəvət edə bilmirik. Dəvət edirik, amma onlar gəlmirlər və bildirirlər ki, elə şeylər var ki, deyə bilmərik. Ay, nə bilim, bəzi məsələlər var ki, siz bilmirsiniz. Ümumiyyətlə gözləyin, bəzi məsələlər var ki, baş verir. Elə sizdən soruşmaq istəyirəm. Nə baş verir, nəyi biz bilmirik? Niyə belə sözlər deyirlər bizə? Ümumiyyətlə, bank sistemində bugün nə baş verir? Yəni, fevral ayında, sonra dekabr ayında ikili devalvasiya baş verdi. Bu devalvasiyadan öncə bütövlükdə ölkədə müəyyən dollarlaşma var idi. Bu dollarlaşma o deməkdir ki, əhalinin gəlirləri müəyyən məbləğdə xarici valyutada saxlanılır. Banklarda bu təxminən bank depozitlərinin ən aşağı səviyyədə olduğu anda təxminən 37-38% dollarda idi. Və banklar da bu vəsaitləri dollarda kredit verməyə məcburdur. Çünki əks halda məzənnədən risklər yaranır. Və bu devalvasiyalar ona gətirdi ki, əhalinin xarici valyutada aldıqları, həm də bizneslərin, xarici valyutada aldıqları borcların manat yükü devalvasiya səviyyəsində artdı. Təxminən 95%. Belə olan halda insanlar artıq öz borclarını ödəməyə çətinlik çəkməyə başladılar və da banklardan müəyyən likvidliyin azaldılması, gərginlik və s. proseslərinə gətirdi. Bu bankların sektorun içində baş verən çox sadə bir proses. Yəni, büdcə xərclərin bir qədər azalmasına gətirib çıxartdı. Bu da təbiidir və cənab prezident də bəyan edib və bu doğrudan da məntiqi iqtisadi davranışdır ki, gəlirlər azalanda gərək ailələr də, şəxslər də, dövlətlər də öz ayaqlarını yorğanlarına görə uzatsınlar. Ona görə biz də xərclərimizi, gəlirlərimizi uyğunlaşdırdıq ki, borclamalarımız artmasın. Və iqtisadi artımda dövlət sifarişinin, dövlət iştirakının payı tədricən azalmağa başladı. Bu da ki, birinci rüblə müşahidə etdiyimiz kimi müəyyən iqtisadi artım templərinin azalmasına, bu ildə isə hətta iqtisadiyyatın bir qədər daralmasına gətirib çıxartdı. Bir tərəfdən kreditlərin deməli, xidmət haqları azalır. Digər tərəfdən də banklardakı ehtiyatlar çıxır. O deməkdir ki, əvvəllər banklara mütəmadi olaraq pul axınları pozitiv idi. Yəni, bir yandan banklara pullar yığılırdı. İndi bankların aktivləri bir qədər azalmağa başladı. Yəni, son bir il ərzində bank aktivləri təxminən 1,7 milyard manata qədər azalıb. Və bu artıq bankları tamamilə başqa bir rejimdə işləməyə sövq edir. Bu deməkdir ki, əgər banklar aktiv satırdılarsa əvvəllər, indi isə banklar aktiv yığmağa başlamalıdırlar. Təsəvvür edin ki, bank sektoru əvvəllər əhaliyə və biznesə aktiv pul təklif edirdi. Evdə oturmusunuz isə kimsə gətirib pul verir. Bundan yaxşı nə ola bilər? İndi isə bank sektoru tamam fərqli dinamikada, rejimə keçib. O, əvvəllər yığdığı pulları almağa başlayır. İndi isə tərsinədir. Evdə oturmusunuz, deyirlər ki, pulumuzu qaytarın. Bax, bank sektorundan ictimai münasibətlərin əsas fundamental əsasları bu yeniliyin üzərində qurulub. Bizim dövlətin və dövlətin yaratdığı qurumların buradakı missiyası nədən ibarətdir? Biz elə etməliyik ki, ilk növbədə ictimai maraqlar və hər bir vətəndaşın marağı qorunsun və pozulmasın. Və banklar öz qanuni tələblərini, bax ki, banklar borc alanlardan kreditləri qaytarmağını tələb edirlər və bu da həm hüquqi nöqteyi nəzərdən, həm də bizim ənənələrimizə görə doğru davranışdır. Əgər borcun varsa, onu qaytarmalısan.
Amma iqtisadi situasiyanı nəzərə alaraq banklar da öz kapitalları, əvvəlki illərdə yığdıqları ehtiyatları nəzərə alaraq bu dövrdə bir qədər yumşaq davranış nümayiş etdirə bilərlər və bunu da edirlər. Misal üçün mən sizə deyim ki, banklar ötən il ərzində öz kredit portfellərinin böyük hissəsini restrukturizasiya ediblər. Bu demək ki, borc şərtlərini dəyişdiriblər. Onun müddətini uzadıblar, faiz dərəcələrini aşağı salıblar. Amma burada da bankların imkanları qeyri-məhdud deyil. Çünki banklar əgərlərə yetərli dərəcədə, kritik minimum səviyyədə vəsaitləri geri yığa bilməsələr, onda əmanətçilər qarşısında öhdəliklərini icra etməkdə çətinliklər ola bilər. Biz kredit münasibətlərinə yeni baxışı istəyirik, artıq formalaşdıraq. Bizim Palatanın Direktorlar Şurası bu məsələnin çox ciddi aktuallığını həm əhalinin, həm biznesin, həm də bankların özlərinin çoxsaylı müraciət və narahatlıqlarını nəzərə alaraq biz müəyyən qərar qəbul etdik. Əslində qalsa istehlak kreditlərinin bir ay müddətinə dayandırılması və bütövlükdə kreditləşməyə dair yeni baxışın, yeni hüquqi çərçivənin yaradılması proseslərinə start verdik. Bu nədir? Biz təfərrüatlı və dərin təhlil aparmadan qərar verməyin tərəfdarı deyilik. Və bu təhlil proseslərinin gedişatında əlavə bir məsələ çıxdı ki, növbəti risk qrupu yaşa görə təqaüdə çıxanlardır. Biz bütövlükdə istehlak kreditlərini təhlil edəndə gördük ki, pensiyaçılar zümrəsi borc alan olaraq həssas və gələcəkdə risk yarada biləcək bir zümrədir. Baxın, mən sizə bir neçə rəqəmlər deyim. Bizim hesablamalarımız göstərdi ki, pensiyaçılar, borc almış pensiyaçıların orta aylıq gəlirləri təxminən 160 manatdır. Və onların bu borclar üzrə ödədikləri aylıq haqlar 105 manat. Bu o deməkdir ki, hər bir pensiyaçı hər ay qazancının təxminən 67-68%-ni borc müqabilində banka ödəməlidir və 55 manatla özünü təmin eləməlidir. Artıq bəllidir ki, 55 manat insanın bir ay ərzində yaşaması üçün yetərli deyil. Belə olan halda biz təhlil edirik. Bu hansı fəsadları gətirib çıxarda bilər? Deməli, pensiyaçı bir ay, bir gün, belə deyək, öz istehlakını məhdudlaşdırır. Sonra növbəti ay 2 gün məhdudlaşdırır və bir müddətdən sonra bu insanın belə deyək də, həyatı kollaps səviyyəsinə gəlib çata bilər. Bu, mən sosial aspektdən danışmıram. Sırf maliyyə hesablaması. O demək ki, insan ödəməyi dayandıracaq. İkincisi, məsələn, sosial aspekti odur ki, Şahin müəllim, Azərbaycanda bütün digər ölkələrdə və xalqlarda olur ki, müəyyən bir mental formalaşmış davranış modelləri var. Bizdə pensiyaçıların əksəriyyəti, əgər övladları varsa, ailədə onların yerləri fərqlidir və pensiyaçılar çox az hallarda biznes, əlavə istehlak üçün müraciət edirlər. Və bizim təhlillərimiz göstərdi ki, bu pensiyaçıların aldıqları kreditlərin arxasında onların özlərinin istehlakı deyil, onlara yaxın insanların biznes və digər tələblərinin ödənilməsi dayanır. Tutar ki, pensiyaçının nəvəsi gəlir ki, ay baba, mən telefon almaq istəyirəm, amma mənim stipendiyam buna imkan vermir, mən bizim qonşumuzda banka baxmışam ki, o bankdan kredit almaq olar. Olar, mən sənin adına kredit götürüm və stipendiyalarımdan bunu ödəyəcəyəm. Amma sonra ödəyə bilməyən də bu birbaşa pensiyaçının aylıq gəlirlərindən tutulur. Və bu da müəyyən bir, yenə də biz əslində qalsa dövlət olaraq həm sosial, həm də maliyyə dağınıqlığı aspektlərinə diqqət yetirməliyik. Amma bu halda mən səmin edirəm ki, biz daha çox maliyyə dağınıqlığı prizmasından çıxış eləmişik. Ona görə də bir tərəfdə sağlam kreditləşmə, o bir tərəfdən məsuliyyətli borclanmanı təmin edəcək yeni kredit modelini yaratmaq üçün araşdırmalar üzərindəyik. Aydındır, anlaşıldı tam. Amma pensiyaçı da var, pensiyaçı da var da. Öyle pensiyaçı var dediyimiz kimi 150-160 manat, 170 manat, 140 manat, 105 manat nə qədər sağlır? Mən dəqiq bu saat xatırlamıram, bütün qradasiyalar dəqiq yadımda deyil. Amma elə pensiyaçılar da var ki, məsələn, bu keçmiş deputatdır, keçmiş hakimdir. Amma necə müəyyənləşdiriləcək ki, tutaq ki, bu pensiyaçıya vermək olar, onun risk ehtimalı azdır, o bizə pensiyaçılara vermək olmaz, ona görə ki, onun risk ehtimalı çoxdur. Belə deyim, mənim dediyim bu, indi deyəcəyim ifadə hələ bizim təşkilatın qərarı kimi qəbul olunmasını xahiş edirəm. Biz hesab edirik ki, borc yükünün gəlirlərə nisbəti
göstəricisi daha realistik müəyyən edilməlidir. Bir, yəni ki, insanın borcların müqabilində aylıq ödədiyi haqların onun aylıq gərinə nisbəti təxminən bu biz hesab edirik ki, 50%-in altında olmalıdır, nəzərə alaraq ki, insanların gəlirləri, orta gəlirlər hansı səviyyədedir. İkincisi, bu haqlar ödənildikdən sonra insanın ya borcalanın sərəncamında qalan vəsait onun minimal aylıq yaşayışını təmin etməlidir.